otlu bişirəcəm. Bəlkə bugün bişirim bunu. Bişirim. Ve bundan ötürü maş istağa qoymalıyam. Maş lobya. Çox qəşəngdir. Bunu mən çox qəşəng bişirirəm. Qəşəng də ətri var. Durum gedim veşləri gətirim. Söhbət qoyunu quzuya yedirdir. Yox, qoyunu qurda yedirdir. Quzun həydi. Qoyunu qurda yedirdir. Katya deyir, əyri qıçadan danışın. Gözümün teni yaxşı. Azca da üstündə elə belə şotkada qalanı. Belə yalandan belə havalı. Nə bişirirəm? Xalid Laçınlı. Siz Laçınlı balasısınız. Əvəlik bişirmək istəyirəm. Bəlkə bunu mən, bu elə bir yeməkdir ki, Xalid bəy, bunu bişirən kimi yeməlisən, qaynar. Mən də axşam yeməyimi yedim. Bəlkə Ay, Nurlan boksyor neydi ha? Qorxdu mənə Nurlan bəy. Şəkil dəyiş, təzdən gəl. Hə. Sevgim xanımı blok eləmişəm. Gördüm orada yazıb, mənə niyə blok elədiniz? Açaram Sevgim xanım. Bu açaram. Səndən zəhləm gedir. Çox sağ ol, çox sağ ol. Bir dənə umaçlı əvəlik. Sabah bişirərəm. Sabah yox. Ayın 27-si. Blok olub. TikTokda blok açmaq olmur. Qadın incəliyin olsun. Qurban sənə. O qadın incəliyidir. Bu Avropa mədəniyyətidir, bax. Avropa mədəniyyəti, bax. Avropa mədəniyyəti deyəndə Tulkanı başınıza çəkirsiniz. Gəlinimiz də deyir tovuzdan. Aynı qəşəng sözlər yazırsınız. Avropada deyir belə mədəniyyət. Siz yəqin Avropada deyilsiniz. Çox sağ olun Təbii xanım. Ay nə gözəl. Gəlin sizə bir sual verim. Bax məsələn, tənə itinin biri 15 dəqiqədən biri olur da, mən də atıram bloka. Tənə itinə sual verim. Burada biri var. Tutaq ki, bura bir axmaq söz yazdın. Mən də onu oxumuram və blokda eləyirəm. Nə olur da, yəni dostlar, doğrudan yazın bura. Biri bir axmaq söz yazır, məsələn. Mən də onu blok eləyirəm. Yəni, bunun nə məqsədlə, güya ki, mənim veciməkdir. Baxın, mən bunu hər canlımda deyirəm. And olsun Allaha, hələ mən bilmirəm ki, son 4-5 ildir ki, mən bilmirəm ki, utanmaq nə cür olur. Niyə, nə mənada deyirəm? Elə günə qoydunuz ki, sosial şəbəkəni. Mən artıq bilmirəm ki, nəyə utanmaq lazım. Çünki bu sizə görə belə oldu. Bax, bu günə qoydunuz. Qoymadınız. Əvvəllər söz soruşan olanda adam abır həya eləyirdi. Bir sual verəndə, çox blok eləyəndə spama düşürəm. Yo, mən 2 gündə uzağı 5 nəfər blok ola bilər, 3 nəfər. Bax, məsələn, burada biri var. Bunu da məsələn blok elədim. Mən nə olsun? Bir dənə yazdım, mən də blok elədim. Yəni, olay xəbəri də tıklayın. Qozalma salatının reseptini. Aqibəti. Siz görürəm, çox belə xoşladınız o salatımı. Bir yanda dur. Qoz, alma. Sonra sarımsaq, smetan, kök. Şov biznesin. Çox sağ olun, çox sağ olun. Yazın görüm də, yazmışsınız axı. Nə yiyəcəksiniz? Mən nə yesəm yaxşıdır.
Bir soyutma kartof, çöreksiz. Çörəyim yox idi. Çörək evdə olsaydı, vallahi etiraf edeyim, biraz yeyərdim çörək. Bir soyutma kartof, bir də bilməm Bakıda var yoxsa yox. Mən burada yaxşı tenimi silirəm, yaxşı. Hə. Qulaq asın. Soyutma kartof, bir dənə qəşəng iri. Bir də belə yağın içində kusok filelərdir, balığın yağın içində balıq olur, belə qutunun içində. Onun qəşəngləri var. Onunla soyutma kartof, vəssalam. Şokoladdan orada bir damcı qalıb, nə olur? Qoyun ondan bir damcı. İcazə verirsiniz. Hər şey olar. Bax, o gün sizlə dişlədiyim şokoladdır. Bax, görürsünüz. Bax. Əsas odur. Dadını hiss elədim. Ya 5 kilo yedin, ya bir... Hə, olay xəbər. Selyotka yağı da, bəli, çox dadlıdır, omegadır. Neçə kilo? Valla 2 kilo arıqlamışam 3 günə. Özdə ki, yiyirəm də, yəni normal yiyirəm, acından ölmürəm. Bir dənə məni bu sosial şəbəkələr şey edir. Sosial şəbəkəyə girəndə qəşək-qəşək yeməklərə rast gəlirəm. Ağzımın suyu axır. Bir dənə o olmasa, özdə mənim algoritma elə eləyib yeməklərə ki baxmışam. Qabağıma ancaq yemək çıxar. Blok eləyirəm, bir də yemək çıxardır. Əslində mən belə qəşəngəm. Mənim donlarım var, çox gözəl paltarlardır. Onlar da mənim 63 kiloyuma biçilib. Mən onları o kiloda geyinim. Pətənək salatı, hə, yaxşı. Məndə hamısında ana xət qoz almadır. Böyrünə indi pətənək də qoyursunuz, olur pətənək salatı. Hər şeyin orada ana xətti qoz alma. Hər şeydən. Mahnı Vüsalla, yox, Vüsalla oxumuş mahnını toylar üçün oxuduq. Yəni, belə YouTube'a qoymaq üçün deyil, axı spama düşər, başqa adamın mahnısıdır. Toylar üçün. Bəli, bəli, bəli. Ana xət bizdə salatlarda. O deyir ki, pətənə salatı, arı pətəyi, hə. Bax, qoz alma, yanına nə istəyirsiniz, kimin ağız dadına nə uyğundur özünüzdən. Talış bölgəsindən aqromlu salamlar, məndən də talışlara salamlar. Necə arıqladınız? Valla, dünən bir qatıq, bir balaca kasada, yarım çörək, belə, yəni kusok balaca çörək. Xiyar yox idi, bir xiyar. Onu yiyirsən, tez yatırsan ki, gecənin bir aləmi acacaqsan. Acından yatırsan, yəni. Sonra idman, həyətdə indi gəzirsiniz. Sonra ən gözəl arıqlamaq sevməlisən. Məsəl üçün dalaşmalısan, istirab çəkməlisən. Boğazın tikilir onda, yemək keçmir. O da indi kimdə var, kimdə yox. Kim sevirsə yazsın görün. Aşk yaşayanlar. Var indi sevənlər. Baxın, yazın görün. O, Tağı Salahoğlu'ndan. Tağı bəyin səsini çox sevirəm. Bütün toyların hamısında Tağı bəyin bərk gedən mahnılarını oxuyuruq. Məndən küsüb nazlı nigarım danışmayır. Etibarsız halımı bir an soruşmayır. Dindirəndə üz çevirir nazlı nigarım. İnsafa gəlməyir mənimlə danışmayır. Toyda oxuyuram, pulu görəndə, evdə oxuya bilmirəm. Bəli, bəli. Sənə halal çox sevirəm. Çox, gör, bir dənə. Fizi görsən, bir dənə pis yazan yoxdur. Elə qərar çıxdı ki, gördünüz, ağıllandınız. Gördünüz, dostlar. Afətlə üzünə verilişindəsiz. Çox sağ olun. Toyda mən heç elə avtomatik oxuyuram, yəni fikirləşib oxumuram, elə öz-özünə gəlir. Evdə yox, evdə oxuya bilmirəm. Mən haçam? Yox, Allah eləməsin.
Xorvatiyaya da salam. Ay maşallah, tovuzdular hara gedib. Yoxsa qarınlar bir oxu görək. Afətlə üzünə. Verilişimin adı necədir? Afətlə çəpəki olmaz, yox. Məsələn, nə ad qoyardınız afətlə, necə? Çox sağ olun, çox sağ olun. Əlbəttə düz eləyirik. Mənim, Allah eləməsin, mən dünən necəyəm, bugün də eləyəm. Afət düz söhbət, afətlə birbaşa. Oho, oba. Afət nə tatlı. Afətlə yerdəki mənə bəh-bəh. Afətlə üzbəüz üz-üzə. Ay nə qəşəng. Sağ ol. Afət xanım, siz Toma xanımın salonuna gəlirdiniz. O qədər gözəl idiniz ki, hamı ağzı açıq baxırdı sizə. Salam deyin Toma xanıma, öpürəm sizi, var olun. Afətlə doğrular, afətlə afərin. Pisləri oxuma, vallah görmürəm. Quran haqqı, o gün Fizi deyir ki, orada 2-3 nəfər vardı, onları bloklamaq. Deyirəm Fizi, vallah görmürəm. Bu əl mənim deyil, belə knopkan basıram, zibil yeşiyinə atıram da, amma mən görmürəm. Afətlə göz-gözə, afəti can, bəh, bəh, bəh. Maşallah sizə həqiqət çox sağ olun, çox sağ olun. Afətlə zirvəyə, bəh, bəh, hamısı gözəl. Mən sizi alqışlayıram. Fariz Ritim. Sağ olun, Fariz, var olun. Üzümə heç nə, elə canlandırıcılar. Aha, olay xəbər, hə. Nə deyirsən, düz deyirsən. Afətlə. Yaş, burada mənim bu boyda sevəm var. Bəs o, birdən görürsən, kommentdə baxıram dostlar. Bu kimin Ərikcanın işləridir onda? Orada məni ağıyıb qara sərirlər. Sizcə kim yazır onu? Afətlə doğru oldu, supersən, afam. Afətlə dedikoduya. Məndə heç dedikodu var. Var məndə dedikodu. Dostlar, sosial şəbəkədə kommentlərinizə, danışıqlarınıza fikir verin. Mən sizə deyirəm, mən bir şey bilib deyirəm ki, yəni yeni qanun çıxdı, ağıllı olun. Həm də ki, nümunəvi olaq da, nə olar? Ənli Kirşan, sən elə gözəlsən binadan. O, Nazim Eyvazov, sağ olun.